Salam değerli izləyicilərimiz, xoş gördük sizləri. Bugün Masazır qəsəbəsində qəşəng əla bir yerdə şəxsi tikili evimizi sizlərə təqdim edirik. Masazır qəsəbəsi 569 nömrəli marşrut yolu 30-40 metr məsafədə yerləşir. Dayanacaqdan da həmçinin 30-40 metr məsafədədir. 2 mərtəbə evdir, 5 otaqlı, birinci və ikinci mərtəbə giriş çıxışı ayrı-ayrılıqdadır. Torpaq sahəsinin çıxarışı var, fərdi yaşayış kateqoriyalı yaşayış məntəqələrinin torpaqları. Həyətinə 3-4 maşın daxil olur, ağlaylı həyəti var. Evimizin də üzü görürsünüz, qabancıq daşla üzlənilib. Həyətimizdə dekorativ ağaclar var, meyvə ağaclarımız var, həyət darvazası, qəşəng, mərkəzi kanalizasiya, qaz, işıq, su, internet, telefon, hər bir şərait mövcuddur. Ev şəxsi yaşam məqsədi ilə inşa olunub, öz sahibi tərəfindən. Evin də görürsünüz, bax, kolonlar, evin dörd bir tərəfdən pəncərə qırağı olsun və yaxud da ki, pilləkən qırağı olsun, ağlay daşla üzlənilibdir. Çox gözəl formada, gözəl ev. Evin də hər bir tərəfinə keçib hərəkət etmək olur. Bax, bu yan tərəf, buradan da keçə bilirsiniz. Evimizin kəməri, monolit betonu, hər bir şey qaydasındadır. 2 ailə üçün yararlıdır. İntizarda saxlamayım çoxsu. Evimizin qiyməti 132 min manatdan satışa çıxıb. Real müştərilərə endirim olunacaq mütləq. Torpaq sahəsinin çıxarışı var, fərdi yaşayış kateqoriyalı. Bu evin görürsünüz yan hissəsi. Burada ağlay daş olunubdur. Kolon, monolit görürsünüz. Qəşəng formada inşa olunub. 4 tərəfdən dəmir barmaqlarda əhatə olunmuş pəncərələri var. Heç bir qonşu bu evi narahat eləmir. 132 min manatdan satışa çıxıb, real müştərilərə endirim olunacaq. Birinci mərtəbə bax, bu cür qəşəng forma, həyətində görürsünüz, darvazası, burada kolon monolit. Bax, birinci mərtəbəyə girdik. 2.70 hündürlüyündə, 2.80 hündürlüyündə tavanla döşəmə arası var. Əşyalar ev sahibindən danışmaq olar, əşyalı və əşyasız söhbətinin. 36 kvadrat birinci mərtəbədə olan salon hissəmiz 2 ailəlik üçündür. Bax, geniş, onun rahat 3 yarıma eni var, 4 metrdə var, hətta ola bilsin 40 kvadratdır. Yeni deyirəm, torpaq sahəsinin çıxarışı qupçası mövcuddur. Birinci mərtəbədə olan döşəmədən isitməli sanitar qovşaq hissəmiz. Evimizdə bizdə santexnik işləri görülməyib. Ev çoxdan inşa olunub. İstirahət üçün belə desək, kombi sistemi çəkilməyib. Alıcının üzərinə sadəcə bu şeylər düşəcək. Burada 8 kvadratlıq mətbəx hissəmiz. Evimizdə sadəcə yaydan yaya istirahət üçün gəlilir, həftədə bir dəfə. Bax, belə ikinci ev kimi istifadə olunur. Birinci mərtəbədə olan 12 kvadratlıq yataq otağımız, tavan hamısı apşifka taxtayla örtülübdür. Qəşəng forma, çox gözəl təmiri, super bir təmirdir. Bu birinci mərtəbə 2 ailəlik üçün rahat, yararlıdır. Burada da evin bayır, belə desək, sanitar qovşağı mövcuddur. İndi isə ikinci mərtəbəyə qalxaq, sizlər üçün təqdim edeyim. İkinci mərtəbənin girişi görürsünüz. Ağlay daş, qəşəng balkon hissəmiz. Gördüyünüz bu hissələr hamısı beton kolondur. Bura monolit beton, ev splaşnoy monolit betondan ibarətdir. Bu cür qəşəng cəhəti evimizə daxil olaq. İkinci mərtəbəyə daxil olduq, hörmətli izləyicilərimiz. 3.10 hündürlüyündə tavanın hündürlüyü var. Deməli, birinci, ikinci mərtəbədə olan bütün əşyalar qiymətə daxil qalacaqdır. Sadəcə yenə deyirəm, evimizdə kombi sistemi çəkilməyib. 3000-ə yaxın xərci var, onun da ki, ev sahibi endirimini eləyəcək. Salon hissəmiz 4-ün 6-ya 24 kvadrat. Bax, burada kondisionerimiz də var, 45 kvadrat.
Televizor olsun, stul, divan kreslo, hər şey burada qiymətə daxil qalacaq. Sadəcə birinci mərtəbədə olanlar razılaşma yolu ilə qala da bilər, götürə də bilər, dəyərini ödəmək şərti ilə. Super təmirli. Bir şey ki, evdə heç üst-üstə hesablasan bu 10 ilin içində bir ay yaşanmayıb. Belə bir evdir. İkinci mərtəbədə olan sanitar qovşağımız. Bax, burada bütün aksesuarlarımız var. Burada hətta duş kabin sistemimiz də var. Qəşəng. İkinci mərtəbədə olan 10 kvadratlıq mətbəx hissəmiz. Bu cür yığılıb, öz həyətinə açılan pəncərəsi. Mətbəx mebelidir, avtomatik qalır. İkinci mərtəbə mebelləri qalır. Bu da soyuducu yeri. Rahat burada da oturub yemək yemək olar. Hərəkətə mane olmadan. 2-nin 5-ə 10 kvadrat hörmətli izləyicimiz mətbəximizin sahəsi mövcuddur. İkinci mərtəbədə 2 yataq otağı, salon, sanitar qovşaq, mətbəx və 8 kvadratlıq holdan ibarətdir. 12 kvadratlıq bir yataq otağımız, yeni deyim, uşaq yatağı kimi təqdim edirik sizin üçün. Super taxta döşəmə, laklı yaşayış olmayıb evdə. Üst-üstə 10 ilin içində bir ay yaşayış olmayıb. 132.000 manatdan satışa çıxır. Real müştərilərə bütün xərclər, kombi xərcləri çıxılacaq, hətta ondan da aşağı qiymətə veriləcək. 16 kvadratlıq isə bir yataq otağımız, gözəl təmir. Bir şey ki, divar kağızlarımızda pozulma, cızılma halları yoxdur. Bu cür qəşəng forma, şkaf qalacaq, taxtımız qalacaq. Bax, bu cür. Burada da 6 kvadratlıq balkon hissəmiz var, qəşəng. Açıq, evə də gün düşür. Bax, bu cür balkonumuz, monolit, beton, super şəkildə. Hər şeyi gördünüz, hörmətli izləyicilərimiz. Söz sizdə 132.000 manata 2 sotda təmiz çıxarışı var. Fərdi yaşayış kateqoriyalı, yaşayış məntəqələrinin torpaqları. Qiymət 132.000 manat. İkinci mərtəbənin mebeli qiymətə daxildir. Birinci mərtəbədə olan mebellər, elektronik əşyalar götürüləcək. Əgər kim razılaşsa, dəyərini vermək şərti ilə qala da bilər. Evin də qiymətində mütləq indirim olunacaq. Buyurun, hörmətli izləyicimiz. Diqqətinizə və izlədiyiniz üçün təşəkkür edirəm sizlər üçün. Videomuzu diqqətlə izləməyiniz xahiş olunur.